2026-cı ildə imtahanlarda iştirak edəcək abituriyentlərimizə, müəllimlərimizə dəstək videolarımız davam edir. Tarix hazırlığımızda bu dəfəki mövzumuz 9-cu dərs video ardıcıllığından gedirik. Azərbaycan ərəb xilafətinin tərkibində Xürrəmilər mövzu ilə bağlı lazımı olan imtahanlarda düşəcək bütün məlumatları sizlərlə paylaşacağam. Vaxt itirmədən başlayıram izaha. Müəyyən qeydlər var. İlk öncə ərəb dövlətinin özündən sizə danışım. Ərəb dövləti 630-cu ildə yaradılan, Həzrəti Muhammed Peyğəmbər tərəfindən yaradılan bir dövlət idi ki, ümumilikdə 1258-ə qədər mövcud olmuşdu. 630-32-ci illərdə Peyğəmbər özü rəhbərlik eləyir ərəb dövlətinə. 632-ci ildən isə ilk xəlifələr, 4 dənə xəlifə hakimiyyətdə olur ki, 4 xəlifə dövründə Azərbaycan torpaqlarına bilavasitə, yəni Sasanilər üzərinə hücuma başlayırlar. Ərəblərin Sasanilər üzərinə hücumu 633-cü ildə Şam və İraq ərazilərini tutduqdan sonra baş verir. Bu dövrdə bildiyiniz kimi Azərbaycan Sasanilərin tərkibində idi. Sasanilər mövzusunda ətraflı başa düşülən izahını paylaşmışam sizlərlə. Videonun burada rəsmini yerləşdirirəm. Aşağıdan isə linklərinə baxa bilərsiniz videolara. Azərbaycan demək Sasaninin tərkibində olduğuna görə Albaniya dövlətinin hökmdarı Varaz Qriqor da öz oğlu Cavanşiri göndərir məhz həmən o döyüşlərdə iştirak etməyə ərəblərə qarşı. 636 və 637-ci il Kadisiya-Ktesifon döyüşlərinin hər ikisində Sasanilər ərəblərə məğlub olur. 3-cü Yezdagerd Kadisiya döyüşündə Cavanşirin şücaətinə görə onu mükafatlandırmışdı. Lakin Cavanşir paytaxt Ktesifonun mühasirəsi zamanı ərəblərə qarşı müqavimət göstərməyin mənasız olduğunu başa düşüb qayıtmışdı Albaniyaya. Və bundan sonra ərəblər Sasanilərə qalib gəlirlər. 639-cu ildə Qəzvini ələ keçirdikdən sonra isə onlar 642-ci ildə Nahavənd Həmədanı tutaraq Azərbaycan cənub torpaqlarına yiyələnirlər. Azərbaycan cənub torpaqlarının bir hissəsinə yiyələnən ərəblər Xəzər sahili bölgələrə də yola açılır. Nahavənd Həmədan döyüşlərindən sonra 643-cü ildə isə Cərmidan dağı yaxınlığında, Ərdəbil yaxınlığında Cərmidan döyüşü baş verir. Cərmidan döyüşündə Azərbaycanın cənub torpaqlarının işğalı başa çatır. Burada Azərbaycan cənub torpaqlarını idarə edən Mərzban var idi, İsfəndiyar. Həmən o İsfəndiyarın qüvvələri ərəblərə məğlub olur. Düzü ərəblər Cənubi Azərbaycanı tərk eləyəndən sonra əhali orada üsyan qaldırır və bu üsyanlar 644-45-ci illərdə olur. Xəlifə Osman tərəfindən də yatızdırılır. Mən sizə ərəblərin dövründə baş verən üsyanlardan da danışacağam. Hələlik işğallardan davam edək. Demək, Cənubu tutular mı ərəblər? Cənubi Azərbaycanı tutandan sonra onların məqsədi Şimali Azərbaycana doğru yönəlmək olur. Xəzərin qərb sahilləri ilə irəliləyən ərəblər 643-cü ildə Dərbənd hakimi Şəhriyarla müqavilə imzalayırlar bu dəfə. Deməli, İsfəndiyar cənub hakimi olur. Şəhriyar haranın hakimi oldu? Dərbəndin hakimi oldu. Şimal hakimi oldu. Şimal torpaqlarımızın Dərbəndin hakimi də Şəhriyar idi. Şəhriyarla da eyni, bax, burada imzalanan müqavilənin şərtlərinə uyğun bir müqavilə imzalanır. Yenə əhali cizyə vergisi ödəməli idi. Amma o şəxslər istisna ki, həmən o şəxslər Dərbəndin müdafiəsində iştirak edirlərsə, onlardan can vergisi toplanılmırdı. Həmçinin İsfəndiyarla da imzalanan müqavilədə qadın, qoca, uşaq ahıllardan can vergisinin toplanılması qadağan edilmişdi. Bax, bu ərəblərin yerli halindən imzaladıkları müqavilələr idi. Ərəblərin biz 644-cü ildə Tiflisi ələ keçirdiyini, Muğanı ələ keçirdiyini şahid oluruq. Ərəblər Muğanı, Tiflisi, Azərbaycan cənub torpaqlarını tutandan sonra 653-cü ildə yenidən Azərbaycana hücum edirlər. Təxminən 10 il mübarizə gedir və biz buradan belə bir qənaətə gələ bilərik ki, 663 hardasa 7-ci əsrin ortalarında Şimali Azərbaycan torpaqlarını da ələ keçirdir ərəblər. Amma istisna Albaniya. Albaniya ilə bağlı məsələlərə qaydasıyam. Çünki Alban hökmdarı Cavanşir 667-670-ci illərdə ərəb xilafəti ilə gedib özü görüşmüşdü. Bax, Əməvilər sülaləsinin nümayəndəsi ilə, Xəlifə Muaviyyə ilə. Ondan sonra da 667-70-ci il müqavilələrindən sonra Albaniyada ərəb xilafətinə tabe olmuşdu. Cavanşirlə bağlı bütün məlumatları, lazım olan vacib məsələləri Sasani videosunda qeyd eləmişəm. Bayaq adını çəkdiyim videonu izləyərək hər iki mövzunu bir-birindən əlaqələndirib mükəmməl formada mövzuları mənimsəyə bilərsiniz. Ərəblərin Sasani ilə apardığı müharibələrdən danışdıq, Kadisiyadan, Ktesifondan. Azərbaycanda həyata keçirdiyi işğallardan danışdıq. Amma ərəblərin Sasanilərdən də böyük rəqibi bu dövrdə Xəzərlər idi. Çünki istər Xəzərlər, istər ərəblər Azərbaycanı ələ keçirtmək uğrunda 100 ilə yaxın bir-birlərindən müharibə aparırlar. Biz bunu sizlə Qızıl Ordu və Hülaki mübarizələrində də şahid olasıyıq.
Onlar da Azərbaycan uğrunda mübarizə aparır. Ərəb-Xəzər də Azərbaycan uğrunda mübarizə aparır. Ərəblərlə Xəzərlər arasında ilk döyüş 643-də olur. O dövrdə Xəzərlər hələ dövlət yaratmamışdılar. Bu Xəzər tayfalarına aid bir məsələdir. Bu dediyim nə? Yəni bax bu 1-ci Bələncər döyüşü. Burada hələ Xəzərlər dövlət deyil. Baxmayaraq ki, dövlət deyillər, amma onların təşkilatlanması ərəblərdən daha yaxşı olur bu döyüşdə və 643 1-ci Bələncər döyüşündə ərəblər məğlub olur. Bu ərəblərin Azərbaycandan şimala doğru, Dərbənddən şimala doğru etdikləri ilk yürüşün uğursuz olduğunu göstərir. Düzdür? 653-də ərəblər yenə cəhd eləyirlər Xəzərlərin Bələncər şəhərini ələ keçirtməyə. Bu dəfə də uğursuz olurlar. Demək, həm 1-ci, həm 2-ci Bələncər döyüşü ilk xəlifələr dövrünə uyğun gəlir. Gördüyünüz kimi xəlifələrlə, Əməvlərlə və digər sülalələrlə orada əlaqələndirirəm mövzunu. Bu istər abituriyentə, istər müəllimlərə vacibli məsələdir. Çünki bunların tarixlərini, hakimiyyət dövrlərini bilməsəz, testlərdə işləməkdə çətinlik çəkəcəksiniz. Mütləq şəkildə öyrənirik və əlaqələndirərək mövzunu başa düşürük. Ərəb-Xəzər müharibələrindən davam edirəm. 2-ci Bələncər döyüşü uğursuz olmasına baxmayaraq, ərəblərin 3-cü cəhdindən sonra 722-ci ildə ərəblər bu dəfə Bələncər şəhərini ələ keçirdə bilirlər. Bu, Əməvlər sülaləsinin hakimiyyət dövrünə uyğun gəlir gördüyünüz kimi. Tarixdə buna 3-cü Bələncər döyüşü də deyirlər. Ərəblər bu dəfə qalib gəlirlər. Amma Xəzərlər onları Bələncərdən qovub çıxarda bilir. Nəticədə Xəzərlər hətta Mosulu, Diyarbakırı da ələ keçirdirlər 8-ci əsrin 30-cu illərində və 731-ci ildə ərəbləri Savalan döyüşündə məğlubiyyətə uğradırlar. Amma ərəblər böyük bir qüvvə toplayaraq təxminən 737-ci ildə Hilah döyüşündə ərəblərə bu dəfə məğlub olurlar. Ərəblər 737-də Xəzərlərə qalib gəlir. Ərəb-Xəzər müharibələri isə ümumilikdə 8-ci əsrin sonlarında başa çatır. Yaxşı, bu çox vaxt hamı çaşır, bax burayla yadda saxlayır 8-ci əsrin 30-cu illərindən. Bu belə deyil. Bu belə deyil. Ərəb-Xəzər müharibələri təxminən 8-ci əsrin sonunda 790 filan yadda saxlaya bilərik. Yəni bax o dövrdə başa çatır. Ərəblərin dövründə Azərbaycan ərazisi şimalda Dərbənddən başlayıb, cənubda Zəncana, Həmədana qədər gedib çatırdı. Qızılüzən çayına qədər gedib çatırdı. Onlar Azərbaycan torpaqlarını öz xəritələrində belə qeyd edirdilər. İnzibati olaraq bax bu ərazilərə Azərbaycan, Adurbaqan deyirdilər. Ərəblərin hakimiyyətinin ilk dövrlərində, ilk xəlifələr dövründə məhz Azərbaycanda istər Atropatena, yəni Cənubi Azərbaycan torpaqları, istər Albaniya, yəni Şimali Azərbaycan torpaqları və digər tutduqları ərazilər tək bir əmirliyin tərkibinə daxil edilmişdi. Onlar tutduğu əraziləri 5 dənə əmirliyə bölürlər. Bunu yadda saxladıq. Atropatena ilə Albaniyanı da həmin o əmirliklərin birinin tərkibinə daxil edirlər. Amma 8-ci əsrin əvvəllərində isə növbəti bir inzibati islahat keçirdirlər. Bu inzibati islahat ilk vaxtlarda həyata keçirdikləri inzibati islahatdan fərqlənir. Necə fərqlənir? Bax, belə fərqlənir ki, bu dəfə Atropatena yox, Cənubi Azərbaycan istisna olmaqla bütün Qafqaz ərazisi, istər Albaniyası, istər Şimali Qafqazı, istər Cənubi Qafqazı, yəni Qafqaz və Albaniya bir əmirliyin tərkibinə daxil edilir, ayrıca əmirliyin tərkibinə. Atropatena, yəni Cənubi Azərbaycan isə oraya daxil edilmir və Albaniyanı Arran adlandırırdılar. Həmçinin ilk vaxtlarda Ərəb əmirliyinin mərkəzi Dəbil şəhəri idi. Dəbil. Bu dəfə isə 705-ci ildə Albaniyanın süquta uğradılmasından sonra mərkəz Dəbildən Bərdiyə köçürülür. Hər ehtimala qarşı, ola bilər kimsə Sasani videosunu izləməyib, bunu yazın. 651-ci ildə ərəblər Sasaniləri süquta uğradırlar. İlk xəlifələr dövründə. 705-ci ildə isə Albaniyanı süquta uğradırlar. Mehraniləri Əməvilər sülaləsinin dövründə. Bunu da qeyd edə bilərsiniz. Ərəblər Sasanilər kimi Azərbaycana köçürtmə siyasəti həyata keçirdirlər. Yəni öz tayfalarını, öz nümayəndələrini, ərəb olanları Azərbaycana köçürdülər. Bir sıra məqsədləri var. Həm İslam dinini möhkəmləndirmək istəyirlər, həm Azərbaycanın işğalını tezliklə başa çatdırmaq üçün, həm də ən əsası bayaqdan danışdığım bax bu Xəzərlərə qarşı mübarizəni asanlaşdırmaq üçün ərəb əhalisini Azərbaycana köçürdülər. Bu köçürülmə dəqiq bir tarixi yoxdur. Yəni konkret neçənci ildə başlayıbdır. Amma ilk ərəb işğalları dövründən başlayır. Yəni belə yadda saxlaya bilərik ki, təxminən 7-ci əsrin 40-cı illərindən ərəblər Azərbaycana öz tayfalarını köçürdülər
və bu köçürülmə davam eləyir 9-cu əsrin 1-ci rübünə qədər. 9-cu əsrin 1-ci rübünə qədər ərəblərin demək köçürülmə siyasəti davam elədi. Ərəblər demək əhalini əsasən Xəzərlərə qarşı mübarizə aparmaq üçün Qazaxda, Dərbənddə, Dəbil ərazisində, Bərdədə yerləşdirirdilər. Hərbi məskənlər yaradırdılar. Hərbi məskənlərə biz rabat deyirik. Bax bu termin bu dövrdə bizə lazım olur. Rabat termini hərbi məskən deməkdir. Ərəblər ilk dövrlərdə Sasanilərin idarəçiliyini mənimsəyirlər. Yəni olduğu idarəçiliyi saxlayırlar. İlk vaxtlarda yerli məmurlara böyük güzəşt eləyirlər, onları vəzifələrində saxlayırlar. Ta ki 8-ci əsrin əvvəllərində Əməvilər sülaləsinin dövründə hakimiyyətlərini gücləndirdikdən sonra, Qafqazın işğalını başa çatdırdıqdan sonra idarəçilikdə yerli məmurlar ərəblərlə əvəz olunur. Və Azərbaycanda xilafət dövründə əsas söz sahibi bölgəni idarə edən əmirin əlində idi. Əmir istər mülki hakimiyyətə rəhbərlik eləyir, istər hərbi hakimiyyətə rəhbərlik eləyir. Yəni məmurlar aparatı da əmrə tabedir, hərbiçilər də əmrə tabedir. Əmri isə birbaşa ərəb xilafətinin özü təyin eləyir. Ərəb xəlifəsinin özü təyin eləyirdi. Rəhbər şəxs, əsas söz sahibi əmir idi. Onun köməkçiləri də var idi. Biz amili nümunə çəkə bilərik. Amil vergi yığan məmura deyilirdi. Məhkəmələr şəriət qanunları əsasında təyin olunurdu qərarlar orada. Məhkəmələrə qazı adlanan şəxs rəhbərlik eləyirdi. Bizdə indi müasir dövrdə məhkəmələrdə hakim rəhbər şəxsdir. Amma o dövrdə isə qazı idi, məhkəmə hakimi. Bu ərəblərdə idarəçilikdə istifadə etdikləri məmurların demək adları və onların xüsusiyyətləri. Ərəblər digər işğalçılar kimi Azərbaycanda vergi islahatı həyata keçirdirlər. Vergi islahatını biz 3 dənə dövrə bölə bilərik. İlk xəlifələr dövründən danışım ilk öncə. Həzrəti Əlinin həyata keçirdiyi vergi islahatı bütün vergi islahatlarından fərqlənir. Ən ədalətli islahat Həzrət Əlinin dövründədir. Həzrət Əlinin dövründə əkilməyən torpaqlardan vergi alınmır. İslahat ədalətli şəkildə həyata keçirilmişdir. Əhalinin narazılığı olmur. O zaman ki Əməvilər gəlir hakimiyyətə, ölkəni idarə etməyə, o zaman vergilərin miqdarı artırılır. Sasanilər dövründə olduğu kimi ərəblər də əhalini siyahıya alırlar. Neçənci ildə? 725-ci ildə. Meyvə bağları, sənətkar emalatxanaları üzərinə əlavə vergilər qoyurlar. Bu da təbii ki, təsərrüfatda işləyən insanların narazılığına səbəb olur. Əməvlərə qarşı üsyanlar baş verir. Bunlardan elə biri müsafir üsyanı idi, danışacağam birazdan. Abbasilərin dövründə isə vəziyyət daha da acınacaqlı olur. Çünki Abbasilər Əməvlərə nisbətdə də vergiləri artırırlar. Məhsula görə yox, Sasanilər dövründə olduğu kimi torpağın sahəsinə görə vergi toplayırlar. Təbii ki, bu da ədalətsizlik idi. Kiminsə torpağı ola bilərdi, amma orada məhsul əkmirdi. Amma buna baxmayaraq ərəb onlardan vergi alırdı, vergi toplayırdı. Kim də vergisini ödəyə bilmirsə, ailə üzvlərinlə birgə onları qula çevirib, aparıb kölə kimi qul bazarlarında satırdılar. Bu da Abbasilərə qarşı nifrəti oyadır və Xürrəmilər hərəkatı baş verir. İndi gəlin keçək dərsin növbəti mərhələsinə və digər məsələlərdə nəzərinizə çatdırım. Sasanilərin dövründə olduğu kimi ərəblərin dövründə də yeni vergi, torpaq mülkiyyət formaları yaranır ki, Sasanilərin dövründə əhalidən toplanan xaraq əvəz olunur xəracla, yəni məhsulla toplanırdı, torpaq vergisi idi. Yenə Sasanilərin dövründə toplanan cezit vergisi bu dəfə əvəz olunur cizyə ilə. Bu can vergisi idi. Paralel şəkildə öyrənməniz daha yaxşıdır ki, testlərdə rahat tətbiq edə bilərsiniz. Ərəblərin dövründə yeni vergi növü meydana gəlir. Bu hərbi qənimətə görə daşına bilən əmlakdan toplanan vergi idi. Bu xüms vergisi adlanırdı. Yenə İslamla əlaqədar olaraq zəkat vergisi əhalidən toplanmağa başlayır. Sənətkarlardan, tacirlərdən, təsərrüfatda işləyən insanlardan alınırdı. Kimlərin ki ehtiyacı var, onlara sərf olunurdu. Yenə onların dövründə yeni yaranan məhz fitrə var idi ki, biz bunu Ramazan ayında müqəddəs bayramlar zamanı əhalidən toplandığının şahidi oluruq ki, təbii ki, indi də insanların zəkat, fitrə verdiyini müqəddəs bayramlarda şahidi oluruq. Ərəblərin dövründə dövlət torpaqları divan adlanırdı. Rəhbəri birbaşa dövlət idi, dövlətə məxsus torpaqları idi. Oradan gələn gəlirlər xəzinəyə daxil olurdu, dövlətin ehtiyaclarına sərf olunurdu. Sasanilərin dövründə hərbiçilərə və dövlətə xidmət edən insanlara hansı torpaq paylanırdı? Xostaq. İndi bax, həmən o xostaqı əvəz eləyir iqta. İqtanın iki növü var. İcarəyə verilə bilən iqta, bağışlana bilən iqta. Mülk
Hansı ki, bu Sasanilərin dövründə buna Dastakert deyirdik. Dastakertin indi adı dəyişir olur mülk və mülkü biz 19-cu əsrə qədər mövcud olduğunun şahidi oluruq müxtəlif dövrlərdə fasilələrlə. Divan da həmçinin Azərbaycanda feodalizm dövründə uzun müddət mövcud olur. Ümumiyyətlə mən torpaq mükəlləfiyyət, vergi, mədəniyyətlə bağlı ayrıca bir videoizahlar sizlərə təqdim edəcəm. Vəqf torpaqları dini torpaqlar idi. Bu da 19-cu əsrə qədər Azərbaycanda mövcud olur. Məscidlərə, ruhanilərə məxsus torpaqlar idi. Hələ onu da qeyd edeyim ki, sizə xilafət Azərbaycanı işğal edəndən sonra xristianları əhli kitab hesab elədiyinə görə tək-tanrıçılıq dinlərinə toxunmurdu və kilsəni vergilərdən azad eləmişdi. Yəni kilsənin torpaqları da vəqf adlanırdı, məscidin torpağı da vəqf adlanırdı, monastırın torpağı da vəqf adlanırdı. Dini torpaqlara vəqf deyirik. Daha sonra burada icmanı deyə bilərik. İcma kəndlərə məxsus torpaqlar hesab olunurdu. Vəqflə iqtanın da oxşar cəhətləri əsasən abituriyentlərə test toplusunda qarşılarına çıxır. Vəqflə iqtanın oxşar cəhət demək nədir? Ərəb xilafət dövründə meydana gəlibdi, icarəyə verilə bilərdi. Vəqfdə, iqtada. Bundan başqa ərəblər öz təbəələrindən 5% dəyərində gömrük rüsumu, xarici şəxslərdən isə 10% dəyərində gömrük rüsumu alırdılar. Pul islahatı keçirmişlər, dövriyyədən saxta pulları çıxartmışlar, qəlb pulların kəsilməsinə qarşı mübarizə aparırdılar. Azərbaycanda Ərəb xilafəti dövründə, yəni 7-9-cu əsrlərdə eradan əvvəl 4-cü əsrdən etibarən başlayan Azərbaycan xalqının təşəkkülü prosesi, formalaşması prosesi başa çatdı. Çünki əhalinin vahid dinə inanması, yəni İslam dininin artıq möhkəmlənməsi Azərbaycanda Azərbaycan xalqının formalaşma prosesində başa çatdırır. Düzü bu bəzi mənbələrdə Səlcuqların gəlişi ilə, bəzi mənbələrdə isə Ərəb xilafəti dövründə olduğu bildirilir. Hər bir halda bu məlumatda nəzərinizə çatdırım, mübahisəli bir məsələdir. Ərəb xilafəti dövründə baş verən üsyanlardan danışım sizə. Bütün üsyanları yazmışam burada. Demək 644-45-ci illərdə Cənubi Azərbaycanda üsyan olmuşdu. Bax bu uyğun gəlir hansı dövrə? Bu uyğun gəlir ilk xəlifələr dövrünə. Demək ilk xəlifələr dövründə üsyan soruşsalar var. Eyler-Venn diaqramında filan düşür belə testlər. 748-752-ci illərdə isə Beyləqanda müsafirin başçılığı ilə üsyan olur. Yeganə üsyandır ki, siz bir dənə fikir verin burada. Əməvlərin dövründə başlayıbdı müsafir üsyanı. Abbasilərin dövründə yatızdırılıbdı. Belə, bu da yatızdırıldı və gəlirik Azərbaycanda baş verən üsyanların ən parlaq nümunəsinə, xalq azadlıq hərəkatından danışmağa, Xürrəmilərdən danışmağa. Xürrəmilər hərəkatının baş verməsinin, ümumiyyətlə üsyanların baş verməsinin bir sıra səbəbləri var. Bunlar nələrdir? Ərəblər köçürtmə siyasəti həyata keçirdirlər. Ən yaxşı, ən münbit torpaqlarda gətirib öz cəmaatını məskunlaşdırırlar. O bir növ belə bir deyim var, dağdan gəlib bağdakını qovurlar. Ərəblərin köçürtmə siyasəti, ərəb məmurlarının özbaşınalığı, əhalini incitməsi, yerli məmurların vəzifələrdən uzaqlaşdırılması, öz torpaqlarından, vəzifələrindən məhrum edilməsi, vergilərin ağırlığı əhalini üsyana təşviq edir. Və bu üsyanların dedik ən böyüyü Xürrəmilərdir. Xürrəmilər hərəkatını digərlərindən fərqləndirən xalq azadlıq hərəkatı olmasıdır. Xürrəmilər ümumilikdə məzdəkilərin davamçıları idilər. Sosial bərabərlik, ədalətli cəmiyyət qurulması uğrunda mübarizə aparan məzdəkilərdən fərqli olaraq Xürrəmilər azadlıq hərəkatıdır. Xürrəmilər hərəkatı Cavidanın, Əbu İmranın dövründə başlayır. Ümumilikdə 778-dən 837, bəzən də 838 deyirik buna. Yəni Babəkin öldürülməsinə qədər davam edir. Xürrəmlərin ilk çıxışları dedik Cavidanla Əbu İmranın başçılığı ilə olur. 778-də də, 808-də də. Amma uğursuz olur. Səbəb, çünki Cavidan da, Əbu İmran da, hər iki rəhbər arasında ixtilaf var idi. Aralarında olan ixtilafa görə Xürrəmlərin ilk çıxışları uğursuz olur. Ta ki, Babəyin rəhbərliyi etdiyi dövrə qədər. 18 yaşlı Babək 816-cı ildən etibarən xalqın azadlığı uğrunda canını ortaya qoyur və Xürrəmlərin rəhbəri olur. Babək ilk dəfə 819-cu ildə Xürrəmlərin rəhbəri kimi, rəhbər şəxsi kimi ərəb ordusunu darmadağın edir. 819-cu il döyüşünün adı yoxdur kitabda. Lakin bax bunu yadda saxlamaq lazımdır. Daha sonra ərəblər ciddi hazırlıq gördükdən sonra mahir sərkərdələrini göndərir Babəyin üzərinə və Babəkin hansı ki istinadgahı var idi, Bəz qalası. O Bəz qalasından bütün bu hərəkatı idarə edirdi. Onlar istəyirdilər ki,
Bəz qalasını ələ keçirsinlər 829 1-ci Həştadsər döyüşündə, amma Babək bu dəfə də onların arzusunu ürəyində qoyur və ərəb ordusunu yenə darmadağın eləyir. 830-cu ildə isə Babəkin Həmədan şəhərini azad eləməsi, Həmədanda ərəbləri darmadağın etməsi xilafəti daha da dərindən düşünməyə sövq eləyir. Demək, 819-da da Babək qalib gəldi, 829 1-ci Həştadsərdə də, 830 1-ci Həmədan döyüşündə də. İstər 1-ci Həştadsər, istər 1-ci Həmədan xəlifə Əl-Məmnunun dövrünə düşür. Xəlifə Əl-Məmnundan sonra Mötəsim gəlir. Mötəsimin dövründə isə tədbirlər daha da artırılır. Belə ki, xəlifə Əl-Məmnundan sonra Mötəsimin rəhbərliyi dövründə Bizansla müharibəni dayandırırlar. Nə ki qüvvəsi, gücü varsa da hamısını yönəldirlər Babəkin üzərinə. Var qüvvələrinlə Babəkin üzərinə hücum eləyirlər. Çünki Babək bu dövrdə təkcə xalq azadlıq hərəkatının rəhbəri yox, həm də dövlət şəxsiyyəti kimi qiymətləndirilir. Və Babək Bərdəni, Süniki, Arranı, digər Cənubi Azərbaycan şəhərlərini azad eləmişdi. İstər şimalda, istər Cənubi Azərbaycanda, istər İranda tərəfdarlarının sayı artmışdı. Təkcə kəndlilər, təkcə burada qullar falan qoşulmurdu üsyana. Hətta feodallar belə üsyana qoşulmuşlar, şəhər əhalisi də üsyana qoşulmuşdu. Mötəsim bunları gördükdən sonra dedik Bizansla müqavilə imzalayır. Bizansla müharibələri dayandırır və 833-cü ildə Babəkin üzərinə qoşun göndərir. 2-ci Həmədan döyüşündə Babək ilk məğlubiyyətini alır. 835-ci ildə isə rəhbərliyə Afşini gətirir. Afşin ərəb ordusunun komandanı olur. Lakin Afşin bütün səylərinə baxmayaraq 836-cı ildə Babək onlara yenə qalib gəlir. Və sonuncu döyüş Bəz qalası uğrunda olur 837-də. 837-ci il Bəz döyüşündə Xürrəmlər hərəkatı məğlub olur. Babək burada qaladan çıxıb Bizansla yenidən qüvvə toplamaq üçün, Bizansdan yardım almaq üçün qalanı tərk eləsə də, onu xain Səhl ibn Sumbat ərəblərə təhvil verir və Azərbaycan tarixində silinməz imza qoyan Babək 838-ci ildə edam edilir. Bununla da Xürrəmlər hərəkatı başa çatır. Düzü Xürrəmlər hərəkatı məğlub olur, amma digər xilafətin tərkibində olan insanlara, dövlətlərə ruh yüksəkliyi verir, motivasiya verir. Onların da ərəb xilafətinə qarşı mübarizə etmələrinə, daha doğrusu mübarizə aparmalarına bir dəstək olmuş olur. Ərəb xilafətinin kökündən sarsıdır. Ərəblər bir daha özünə gələ bilmir. Lərziyə gəlir ərəblər və xilafət parçalanır. Həmin o parçalanma nəticəsində də Azərbaycanda yeni dövlətlər yaranır. Yeni dövlətlər haqqında isə məlumatı növbəti videoda sizlərə çatdıracağam. Həmin o məlumatları, bütün mövzuların izahı orada yenə bir videonun tərkibində olacaq. Bu video izahımızın sonuna gəlirik. Məni izlədiyiniz üçün təşəkkür edir. Videonu bəyənməyi, kanala abunə olmağı isə unutmamağı tövsiyə edərdim. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.